Salam dostlar. Deməli, 7-ci siniflər üçün rıfımdan suallara baxırıq. Maraqlı suallar var idi burada. Deməli, ailədə 4 uşaq var. Onların hər dəfə biri kənarda qalır və yaşları toplayırlar. Bu yaşları alırlar. Böyük uşağın yaşını tapın. Məsələn, həmin uşaqlara mən əgər ABC ilə işarə etsəm, A üstəgəlsin, B üstəgəlsin, C-nin yaşı, biri kənarda qalmalıq, 30-dur. İndi məsələn, tutaq ki, A ilə indi B-ni, sonra D-ni toplasam, olacaq məndə 32. 32. Sonra deməli indi A-nı kənara atsam BC-dir. BC bir də D. BCD-ni toplasam mənə verir 35. BCD. Və başqa nə qaldı? ACD qaldı. AC və D-ni toplasaq mənə verməlidir 38. Baxın, burada D-ni kənara qoyub, burada C-ni, burada A-nı, burada isə B-ni kənarda qaldı hər dəfə bir. Və bunların cəminə fikir versən, baxın, burada 1, 2, 3 dənə A var. 1, 2, 3 dənə B var. 1, 2, 3 dənə C var. 1, 2, 3 dənə D var. Bunların hamısını toplasam, mənə bunu verəcək onda. 3 vurulsun, A üstəgəlinsin, B üstəgəlinsin, C üstəgəlinsin, D-ni verərmi? Verər. Hərəsindən 3 dənə idi. Bərabərdir. Onda bərabərliyin bu tərəfində yox, toplamalıyam. 32 ilə 38 bizə 70. Bu da 30 ilə 35, 65. 135 cavabını verər, düzdürmü? 135 və 135-i 3-ə bölsək, bunların 4-ünün cəmini tapacam, yaşların cəmini. A, B, C, D-nin cəmində bizə neçə verər? Deməli, 45. Bizə verər 45. Və bunların 4-ünün cəmi 45-dir. Toplasaq. İndi böyük uşağı tapmaq üçün, mən buradan 45-dən, təbii ki, burada verilən cəmlərin nəyini çıxacam? Kiçiyini çıxacam. Kiçik hansı ədəddir? 30 cəmidir. Yəni 45-dən həmin o yerdə qalan cəmlərin yerinə 30-u qoyacam. 45-dən həmindən 30 cəminin çıxan nə qədər qalır bizdə? 15. O böyük uşağın bizə yaşını verəcək. Cavab burada 15. Növbəti maraqlı sual. Deməli, AB 2 rəqəmli ədəddir, n-də natural ədəddir. Ən böyük AB ədədin rəqəmləri hansını tapın? Hələ bir AB-ni tapaq. Baxın, ümumiyyətlə buradan AB nəyə bərabərdir? AB ədədi. AB 2 rəqəmidir. Bərabərdir. 2-ni atacam sağ tərəfə. 9n. Bax, bura eləyir 9n. 9n. Burada 2-ni 2-yə vuranda, 2-nə vuranda 4n. 9n, orada 2n. 13n. 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 Deməli, nə olacaq? Çıxılsın. 2-ni atmışam axı. 2-ni mənfi 3-ə vuranda çıx 6 olacaq burada. Çıx 6. 2-ni də atanda çıx 8. Yəni, AB ədədimiz 13-ü nəyəsə vurub, çıxıb 8. Baxın, əgər AB ədədi böyütmək istəyirəmsə, mən 13-ü elə 7-yə vursam, eləyəcək bizə 91. Hələ 91-dən 8-də çıxanda 80 neçə eləyəcək? 83. Görüm, əgər mən n-in yerinə 8 verə bilirəm, 7 verdim, alınmadı da, yəni çox böyük alınmadı. 90 neçələr ala bilərəm, görüm. 8 versəm n-ə, olacaq 13 vur 8, 104, çıx 8. Bu da bizə verəcək 96. Hə, 96 2 rəqəmli ədəddir. Deməli, AB 2 rəqəmli ədədi sən demə 96 ola bilir. İndi o həmin ədədin də rəqəmləri hansını deyir? 9-u da 6-ya vuranda 54 eləyəcək bizdə. B variantı. Növbəti. C mənfi ədəddir. Baxın, C mənfi ədəddir. Və bunları müqayisə edin deyir. Fikir verin uşaqlar. Gəlin burada bərabərləşdirmə eləyək. Üçünü bir-birinə bərabərləşdirmə. Burada 2B-dir, burada 8B-dir. Ona görə mən bunun hər birini 8B-yə və bunların hər birini bərabərləşdirəcəm. Bax, yəni 0,3-ü mən nəyə vursam digər tərəfdən 2B 8B olacaq 4-ə. 0,3-ü 4-ə vuranda olacaq 1,2A bərabərdir 8B-yə. Bərabər 8B-yə. O da bərabərdir, axı 8B deyir 5C-dir, o da bərabər 5C-yə. İndi fikir verin nəyə? Bax, C burada əgər mənfi ədəddirsə, mənfini 5-ə vuranda mənfi ədəd eləyəcək. Bu sağ tərəf mənfidir. Onda 8-i nəyə vuranda mənfi eləyər? B-yə. B-də nədir? Onda belə çıxır ki, mənfidir. Onda belə çıxır ki, bunların hər biri mənfidir. Yəni, bir dənə C-nin mənfi olmağı həm A-nın, həm də B-nin mənfi olmağına gətirdi, çıxartdı. Normalda, əgər ABC müsbət olsaydı, burada ən böyük ədəd ən kiçik hissəyə uyğun olardı. Yəni,
Normalda olsaydı ən böyük ədəd burada A olacaqdı. 10-da mənfi olduğu üçün ən kiçik ədəd A olacaq. Kiçikdir. Yenə bax 8 ilə 5-dən normalda ən kiçik ədəd B olmalı idi. Amma indi ən böyük ədəd olacaq. Mənfi də ona görə C gələcək, sonra B gələcək. Bu cavaba uyğun hansı variant var? A, C, B. Kiçikdən böyüyə doğru. D variantında var. Olacaq D variantı. Məsələn. Ölçüləri 3, 6, 8 olan düzbucaqlı prizmalar kum əmələ gətirəcək. Ən az neçə prizma lazımdır? Ən az olması üçün bunlara bir əbob tapın. Daha doğrusu əkob tapın. Deməli, əkob 3, 6, 8 bunlar üçün nə qədər eləyəcək? 24 mü? Olacaq 24. Əkoblara elə 24. Əkob 24 isə kub yaratmaq istəyirsənsə, olacaq kubun həcmi nə qədər? 24-ün kubu, yəni 24-ü 3 dəfə bir-birinə vuracaqsan. 24-ü 3 dəfə bir-birinə vuracaqsan. Böləcəksən digərlərin hasilinə, yəni prizmanın hasilinə, düzbucaqlı prizmanın hasilinə, həcminə. Kubun həcmini prizmanın həcminə bölüb ən az neçə prizma lazımdır tapacaqsın. Prizmanın həcmi nədir? Ölçülərin hasili. Yəni 3 vur 6 vur 8. Elə buradan 6 vur 8 48 eləyir. 24 ilə gedir, burada 2 qalır. 2-ni də 3-ə vuranda 6 eləyir. 24 ilə 40-a gedir, burada 4 qalır. 4-ü də 24-ə vuran neçə eləyər? 96. Cavab burada D variantı. Növbəti, bərabərsizlik, 2 qat bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. İndi fikir verin. Əgər bərabərsizliyi tapmaq istəyirəmsə, 2 qat bərabərsizliyi, burada axırda x-in özü tək qalmalıdır. Ona görə hər tərəfi 3-ə vururam. -6 kiçikdir. 3-ə vurduğum üçün 3 nə ixtisar getdi. Burada 2 çıxılsın, 4x qaldı. Kiçikdir. 3-ə vurduğum üçün bura 18 oldu. İndi isə 2-ni ləğv eləməliyəm. Hər tərəfdən 2 çıxmalıyam. -6-dan 2 çıxanda -8. Kiçikdir. 2 çıxanda burada -4x qaldı. 2-lər islah oldu. 18-dən 2 çıxanda 16. İndi isə x-i tək saxlamalıyam. Yəni nəyə bölməliyəm? -4-ə. Bax, fikir verin. -4-ə böləndə bunlar ədədlər. Bax, bu 8 ilə bunun yer dəyişir məntiqi olaraq. Çünki niyə? Baxın, normalda mən bunu bölsəm -4-ə saxlasam. Olacaq bura müsbət 2, -8 idi, -4-ə müsbət 2. X kiçikdir -16, -4-ə böləndə -4. A, -4 və ya müsbət 2-dən böyükdür. Yox. Ona görə də bu hal yaranmasın deyə ədədimizi hər tərəfi mənfiyə böləndə bərabərsizlik işarəsində yer dəyişdiyi üçün ədədlər burada yer dəyişəcək. Bir söz. Deməli, buradan x hansı aralıqda yerləşəcək? Birinci -16-nı -4-ə bölüb bura -4 yazacaqsan. Sonra -8-i -4-ə müsbət 2-ni də buraya yazacaqsan. Bax, indi düzdür. Və bu şərti ödəyən tam ədədlərin cəmi. -4-dən sonra gələn kiçik ədəd -3-dür. Cəmdə burada indi toplamada çıxma olacaq. Çıx 2, çıx 1, üstə gəl 0. Tam ədəddə 0-da. Üstə gəlsin 1 və sonunda 2-dən kiçik yandı. Burayıcan islah oldu -1-dən. -3 ilə -2-nin cəmi mənfi bizə verəcək neçəni? -5-i. Cavab A variantı. Növbəti çox maraqlı bir çoxluq sualı var. Maraqlı bir çoxluq sualı var. Deməli, bizim bir A çoxluğumuz var, bir B çoxluğumuz var, bir də C çoxluğumuz var. A, B, bir də C. Bunların birləşməsi 29-dur. Yəni bunun hamısı 29-a bərabərdir. Bir də A ilə C-nin birləşməsi 23-dür. Bax, bu ikisi birlikdə 23-ü verməlidir. Bu ikisi birlikdə 23-ü verməlidir. Və NB də 9-dur. Bu B çoxluğu var. Bax, bura hamısı bir yerdə. 9-dur. Onda NB 9-dursa, bu ikisi birlikdə 23-dürsə, başqa bir şərtdə olmalı idi. 6-dır. Bax, opşi hamısı bir yerdə 29-dur. Bu ikisi birlikdə əgər, bax buralarda, yəni bax buralar. Əgər 23-dürsə, 29 olmaydıq, 6 hara getdi? 6 ancaq B-yə getdi. Fikir verin. Ancaq bu B ümumilikdə 9-dur. Ancaq B 6-dırsa, onda bunların üçünün kəşməsi də olmalıdır axı. Orada oldu nə? 3. Vəssalam. Demək olar sual həll olundu. Deyir mənə ki, nəyi tap? A ilə C-ni birləşdir. Yəni 23-ü. Sayından B-ni çıx. A ilə B-ni birləşdir, B-ni çıx. Haranı istəyir? Baxın, buranı istəyir, baxın. Bax, buranı istəyir. A ilə B-ni birləşdir.
A ilə C-ni daha doğrusu. A ilə C-ni birləşdirdim. Nəyi çıx? B-ni çıx oradan. Bax buranı çıx. Bura nə yazmışdım mən? 3 yazmışdım. Yəni A ilə B-nin birləşməsi 23-dən həmin o B-ni, B ilə C-nin 3-ünün kəsməsini çıx oradan. Olacaq nə qədər? 20. Maraqlı bir çoxlu sual idi. C variantı. Növbəti maraqlı sual gəlir. Deməli, ABC tam ədədlərdir və müsbət ədədlərdir. Fikir verin, sıfırdan böyükdür. C də A çıx B-dir. Və AB-nin ən böyük ortaq böləni, ən böyük ortaq 6 oldu. Deməli, A-ya mən 6-dırsa 6x verirəm. Deməli, B-yə mən verirəm 6y. Ən böyük ortaq bölünənlər budur. C isə, baxın, C isə bərabərdir. A-dan B-ni çıx. Yəni 6x-dan 6y-i çıx. 6y-i çıx. Və bu şəkildədir. A bu şəkildədir, B bu şəkildədir, C də bu şəkildədir. İndi mənə variantları yoxlasam, hər zaman cüt axtarım. A variantına baxıram. A ilə B-ni topla. A ilə B-ni toplayanda bu eləyir 6x üstən gəlsin 6y. Hətta 6-nı çıxardıram. 6x üstən gəlsin y olur mötərizədə. Bölünsün deyir 6. Bunlar 6 ilə ixtisar gedir. Cavabımız nə olur? X üstə gəl y. Bu hər zaman cütdür, xeyr. Çünki x ilə y bilmirəm nədir. B A variantı getdi. B ilə C-ni topla. B ilə C-ni toplayanda deməli 6y üstə gəlsin. C-nin qiyməti 6x çıxılsın 6y deyir. Bölünsün 6. Burada 6y-lər islah oldu. 6x-i 6-ya böləndə qaldı bir dənə x. X özü bilməmək nədir, cütdür yoxsa yox. Ona görə B də deyil. A-dan C-ni çıx. A məndə 6x, C məndə çıxılsın 6x. Bax, C-ni çıxanda burada çıxma olduğu üçün üstə gəlsin 6y. Üstə gəlsin 6y, bölünsün deyir 6. 6x-lər bu dəfə islah getdi. 6y 6-ya böləndə də bu dəfə də y qaldıq. Y də bilməm nədir. Onun üçün cavabım burada D variantıdır. Niyə? Baxın, yuxarıdan bir dənə yazım. Buradan silək. Deməli, 3-ünü də topla. Deyir 3-ünü də topla. Yəni 6x-i topla. Sonra 6y-i topla. Üstünə də gəl bunların fərqini. C-də 6x çıxılsın 6y. Bunlar topla. Böl nəyə? 6-ya. Baxın, burada 6y-lər islah oldu. 6x ilə 6x bizə verir nə? 12x. 12x bölünsün nəyə? 6-ya. Burada da 6 ilə 12-ni aparsam ixtisar. Burada qalacaq 2x. Baxın, x burada nə olur olsun? 2-yə vurulduğu üçün. 2-yə vurulduğu üçün. Bu nə olacaq? Cüt olacaq 100%. Deməli, hər zaman cüt ədəddir D variantı. Növbəti maraqlı bir sualdır. Çox belə, məsəl üçün, dərinmə getməyə dəyməz. Bu sualda fikirləşməyə dəyməz. 12 ədədini hər dəqiqə 2-yə vurursan ya bölürsən, 3-ə vurursan ya bölürsən. 1 saat ərzində. 1 saat ərzində nə qədər dəqiqə var? Çoxdur. Məsələn, ən axırlara getsək. Ən axırdayam tutaq ki. 12-ni mən ən axırda ikinci etapda 2-yə vursam, təzədən 2-yə bölsəm nə alaram? 12. 12-ni ala bilərəm. Hansı ola bilməz soruşur. 18-i almaq üçün 12-ni. Mən son etapda 2-yə vuraram. Daha doğrusu 3-ə vuraram, 2-yə bölərəm. 36 bölü 2, 18. Deməli, 18 ala bilərəm. Sonra D variantında mən 36 almaq üçün lap sonuncu etapda bir dənə 12 almışam. Tutaq ki, onu da vuraram 3-ə. 13-ünü 3-ə vuranda məndən alınar 36. Əvvəllərdə tutaq ki, eləsə hesablamışam. Ən axırda 12 qalıb. Onu da vurdum 3-ə 36. 36-nı ala bilərəm. Amma 32-ni ala bilmərəm. Çünki 12-ni 2-lərlə hesablasam 24, 12 belə bir ədədlər ala bilərəm. Sonra 3-dən hesablasam 36, nə bilim 98 falan ala bilərəm. 32-ni heç vaxt ala bilmərəm. Heç vaxt ala bilmərəm. Növbəti tənlik idi, sadə tənlik. Sürəti hesablasam, deməli, 1 üstə gəlsin, bunun orta məxrəcə gətirsəm olacaq x. Olacaq x plus 1. Sonra burada deyir bölünsün. Yenə x, burada tərsinə olacaq x çıx 1 bərabərdir. Bunu hesablasam, 1-i 2-də 1-ə bölsəm, tərsinə 2-yə vursam, olacaq 2. Yan yazaqdan 1 vurulsun 2-dir bu. Üstə gəlsin 2. Burada nə olacaq? 2 ilə 2-nin cəmi 4 verəcək bizə. Bunları tərsinə çevirib bölsəm, yəni x plus 1 böl x-i tərsinə vursam, x minus 1-də x-a, mənim cavabım 4 olmalıdır. X-lar burada islah oldu. Buradan 4-ü çarpaz vursam, olacaq x plus, gəlcə çarpaz birinci vuraq, 4x minus 4 bərabərdir x plus 1 olacaq. 4x-dan x-i çıxanda 3x bərabərdir. Burada 4-də düzümü. 4-ü atsam digər tərəfə 1 ilə toplanıb olacaq 5. X də bərabərdir. Deməli 3-də 5. X oldu 3-də 5. Məsələn.
3'də 5 də bizə orada D variantında verilib. Belə sadə bir tənlik əslində 7-ci sinif. Növbəti üçbucaq bərabərsizliyi. Üçbucağın bir tərəfi 16-dır. Digər tərəf bundan 6 sm qısa. Yəni nə qədər? 10. Bir tərəf 16-dır, bir tərəf 10-dur, digər tərəf x tutaq ki. Həmin o x üçbucaq bərabərsizliyinə görə harda yerləşir? Bunların fərqindən, yəni 16-dan 10 çıxanda 6, toplayanda isə 26. Bəs perimetr harda yerləşir? Yəni perimetrə baxaq. Perimetr isə onsuz da sən zaten bunların üçünü toplamalısan. Yəni 16-nı 10-u, perimetr 3 tərəfi toplamırsan. 16-nı 10-u toplayanda 26-nın üstünə x-i gəlməlisən. Ona görə də 16-nın üstünə x-in ala biləcəyi qiymətlərə gəlməlisən. 16-nın üstünə bir də 6 gələcəksən. Eləyəcək nə qədər? 26 gələcəksən daha doğrusu. 26-nın üstünə 6 gələcəksən, eləyəcək bizdə 32. 26-nın üstünə 26 gələcəksən, eləyəcək 52. Yəni bu perimetrin ən kiçik qiyməti, ala biləcəyi qiymət, tam qiymət 33-dür. Ən kiçik tam qiymət. Ən böyüyü istəsə isə 51-dir. İstəsə. Mənə deyir ki, ən kiçik natural qiymət. Ən kiçik natural qiymət 33-dür. Cavab burada 33. Uyğunluğu müəyyən eləyin. İkiqat bərabərsizliyə görə ən böyük tam 50 deyir. Deməli, uyğunluq testidir. Ən böyük tam 50 34-dür. Ən böyük tam 50 34-dürsə bu 3-ə gedir. 3-ə gedir A. Çünki 35-dən kiçik nə var? 34 var da ən böyük. Tam 50. 34 yazıram bir dəqiqə. Buraya gedir A. 3-ə getdi A. Ən kiçik tam 50 mənfi 24-dür. Ən kiçik tam 50 mənfi 24. Defa mənfi 24 burada deyirək daxildir. Gedir hara? B gedir 1-ə. Ən böyük və ən kiçik tam 50-lərinin cəmi 3-dür. Hə. Cəmi 3-dür. Deməli, bir dəqiqə. Burada, məsələn, ən kiçik, deməli, 3-dən yazmışdım. Ən böyük tam 50 34-dür. Ən kiçik tam 50 isə mənfi 31-dir. Yəni, çıx 31. Bəli, 3 verir də. Onda hara gedir C? C gedir 3-ə. Sonra, ən böyük və ən kiçik tam 50-lərin cəmi 5-dir. 5-dir. Deməli, burada bax, ikinciyə fikir verin. İkincidə ən böyük tam 50 35-dir. Burada mənfi 31 daxil deyil deyə. Mənfi 30-dur. Çıx 30 olur da toplayanda. 5 eləyir, bəli. O doğru nə? D gedir hara? 2-yə. Axıra baxıram. Ən böyük və ən kiçik tam 50-lərin cəmi 12-dir. O da yəqin 1-ə gedər. İndi baxaq. Ən böyük tam 50 36-dır. Ən kiçik tam 50 mənfi 24-dür. Bunların deməli cəmi yox, bir dəqiqə. Ən böyük və ən kiçik tam 50-lərin cəmi 12-dir. Deməli, ən böyüyü bunun 36-dır. Bəli də, çıx 24. Bəli, çıx 24. Bizə cavabı neçə verəcək? 12 verəcək. Bəli, bu da gedir hara? Y-yə. 36-dan 24-ü toplayıram, üzülü sayarsız. Deməli, bizim cavabımız nə oldu? 1B-yə, 2D, 3AC. 1B-yə, 2D, 3AC. Elə baxın, burada verilib birincidə. Növbəti faiz məsələsidir. Deməli, bunlar məhlulu aşağı yazırsan. Opşum ümumi məhlulu. 30 qramdan 120 qramı aşağı yazırsan. Cəmlərini. Bunların cəmlərini aşağı yazırsan. Demək, bərabərdir. Yox, bərabərdir yox hələ. Və nə soruşur məndən? Gümüş soruşur. Gümüşü yuxarısı. Gümüş nə idi? 120. Və faizdən söhbət gedirsə, bunu vurursan 100-ə. Vurdum 100-ə. Bərabərdir. Aşağıda 150. Yuxarıda 120. Vurursun 100-ə. Sən bilirsən ki, bunlar nəyə ixtisar gedir? 30-a. Aşağıda qalır 5. Yuxarıda qalır 4. 100-ün 5-də 4 hissəsi də, deməli 5 ilə də 100 gedir. Burada 20 qalır. 4-ü də 20-yə vuranda 80. Təbii ki, nə? Faiz. 80% burada verilib. Növbəti sadə bir sualdır. Çox sadə sualdır 7-ci sinif üçün. A-nın tam bölənlərinin sayı. Tam bölən odur ki, mənfiyə də bölünə bilər. Bu ədədimiz özü də sadə vurğulara ayrılıb. 11 də sadədir, 29 da sadədir. Yəni bu hasil 11-ə, mənfi 11-ə, 29-a və mənfi 29-a bölünür. Bax, ancaq bu tam ədədlərə bölünə bilər. Çünki 11 ilə 29 özü sadə idi onsuz da. Nə qədər olacaq? 4 dənə. Bir də ədədin özünə.
Bir dəqiqə burada bir dənə baxım. Bir də ədədin özünə bölünür. Yəni mənfi A-nın tam bölənlərinin sayını tapın. Bu ədəd 1-ə də bölünür də elə bil ki. 1-ə də bölünür, mənfi 1-ə də bölünür. İkisi buradan gələcək. Bir də 2 dənə də ədədin özü gələcək. Mənfi 11 vurulsun 29. Bir də ədədin özü də 11 vurulsun 29. 2 dənə də hal buradan gələcək. Olacaq nə qədər? Yəni 4 dənə buradan gələcək, 4 dənə buradan gələcək, 8 dənə. Fikir verin. Yəni mənfi 11-ə 11-ə bölünür, 29-a mənfi 29-a. 1-ə də bölünür də. 1-ə bölünür, mənfi 1-ə bölünür. 2 dənə hal buradan. Deməli, mənfi bu ədədin mənfisinə də, ədəd özünə də bölünür də. Ədəd özünə də bölünür, mənfisinə də bölünür. 2 dənə hal buradan, 4 dənə. Yəni 4 dənə burada, 4 dənə burada. 8 dənə hal var. Tam ədəddən söhbət gedir. Sonra hansı ifadələr doğrudur? Tərəfləri bərabər olan 2 üçbucaq konqruentdir. Məsələn, 2 dənə üçbucaq var, tərəfləri bərabərdir. Bunda da tərəflər 2 2 2-dir, bunda da tərəflər 2 2 2-dir. Konqruent də bərabərdir bu üçbucaqlar. Yəni bir doğrudur. 1 doğrudur. Sonra hipotenuz və iti bucaqlarından biri bərabər olan 2 düzbucaqlı üçbucaq konqruentdir. Bəli. Baxın. Deməli 2 dənə düzbucaqlı üçbucaq. Deməli hipotenuz iti bucaqlarından biri bərabər. Hipotenuz tutaq ki 3-dür. Burada da hipotenuz 5-dir deyə də. Hipotenuz 5-dir. Burada da 5-dir. İti bucaqlarından biri də bərabərdir. Məsələn 30-dur. Elə burada da 30-dur. Onda avtomatik bura 60 olanda burada da 60 olur avtomatik. İndi fikir verin. 30-un qabağı 90-ın qabağı nədirsə 30-un qabağı da onun belə deyək də yarısıdır. Deməli bu üçbucaq bərabərdir də. Çünki bu 3 dənə bucağı bərabərdir, bir dənə tərəfi bərabərdir. Vəssalam. Yəni bu üçbucaq konqruentdir, bərabərdir. 2 100% doğrudur. Onda olacaq cavabımız 1 2. Düzdür. İndi yəni baxım üst niyə səhvdir? 2 bərabər tərəfli üçbucaq həmişə konqruentdir. Xeyr. Məsələn, bərabər tərəfli üçbucağın tərəfləri 2-dir. Bərabər tərəfli də axı. Digər bərabər tərəfli üçbucaqda isə tərəflər 3-dür. Demir 2 dənə bərabər tərəfli üçbucaq. Biri bu, biri bu. Bunlar bərabər deyil, axı konqruent deyil. Çünki bunun tərəfi 2-dir, bunun tərəfi 3-dür. Ona görə 3 həmişə doğru deyil. Növbəti uyğunluq testidir yenə. Yəni verilmiş bir ədədlərə uyğunluğu müəyyən edin. Məsələn, bir ədəd standart şəkildədir. Bir ədəd standart şəkildədirsə, bu 2-yə uyğundur. Yəni əmsalı 15-dir. Əmsalı 15-dirsə, bu, məsələn, burada baxın, əmsalı 5, burada əmsalı 3. 3-ü 5 əvranda 15 edir. Deməli, 3-ə B. Dərəcəsi 10-dur. Dərəcəsi 10-dur. Baxın, ikincidə baxın. A-nın üstünə 4, B-nin üstünə 1 var da, 5. C-nin üstünə 5, 5, 5, 10. Deməli, C getdi 2-yə. Sonra dərəcə 13-dür. Dərəcə 13-dür. 1-ə bir dənə baxaq. Deməli, dərəcə 1-də burada standart şəkildə heç gətirmirəm, 3-dür. Çünki A-da 2 var, B-də də 1 var. Burada deməli, birinci buna hesablayıram, sonra 3-ə vuraram. Burada deməli, A-da 1 var, o da 4. A-da 1 var, C-də 1 var, 2, o da 4. 6, 3-ə vuranda 18. Yox. Dərəcə burada deyil. Baxım bir dənə 3-cüyə. 3-cü dərəcə burada deməli 5, 2, 7, bir dənə də C-də var axı. 8. Burada isə A ilə C 2 eləyir bir yerdə. 3-də var 5. Bəli, 8 ilə 5-in cəmi dərəcə 13-dür. Deməli 3-ə getdəm də D. İndi görək Y gedir 1-ə. Deməli əmsal mənfi 3-dür, bəli. Çünki 9-da 1-dir. Vurursan, o digər tərəfdən mənfi 3 var axı. Mənfi 3-dən gedir bu. Qalır səndə əmsalı mənfi... Yox. Dəqiqə, mən burada bir səhv elədim. Deyirəm, bax. Mənfi 27-dir. Çünki mənfi 3-ün nəyi? Kubu mənfi 27-dir. Buradan ixtisar edirəm. 9-a ixtisar edəndə burada qalır mənfi 3. Bəli, əmsal mənfi 3-dür. Deməli, 1-ə gedir nə? 1-ə gedir Y. Vəssalam. Deməli, 1-ə Y, 2-yə AC, bir də 3-ə B-dir. 1-ə Y, 2-ə AC, 3-ə B-dir. Bəli, doğrudur. Çox bir sadə bir sual gəlir. Ağacların neçə faizdir? Bütün ağacların. Bütün ağaclar 16-dır. İndi 80 kiloqramdan az olanları tapacağım. Məsələn, 71, 2, sonra 3, 4, yox. 3, 4, 5, 6, 7, bu da 8.
8-dən. 16-da 8-i nəyə vurmalıyam? Faiz deyir, 100-ə. 10-da 8 nə deməkdir ümumiyyətlə? 2-də 1 deməkdir. Yəni nə? Yarısıymış da 50%'miş. Vəssalam. Cavab olacaq 50%. Növbəti. Baxın, burada əsas kəsir xəttinə baxmaq lazımdır. Əsas kəsir xətti əməl işarəsinin yanında olur. Baxın, burada. Əsas kəsir xətti buradadır. Yəni, əslində sən 1-i, bax, burada 1-i 3-də 2-yə bölmürsən. 2-də 1 götürürsən bunu. 2-də 1-i 3-ə bölürsən. 2-də 1-i 3-ə bölmək yerir 6-da 1. Çıxılsın var. Burada isə baxın, əsas kəsir xətti buradadır. Deməli, onu 1-i bölürsən 3-də 2-yə. Bu da olur nə? Tərsinə çevrilir, olur 2-də 3. 2-də 3 özü 6-da neçə deməkdir? 6-da 1 çıxılsın 6-da 3-ə vurdum da 9. Bu da deyil nə? Mənfi 6-da 8. Bu qalsın. Bir dənə diqqətli olun, bu ortada toplama deyil, bölmə işarəsidir, baxın. Bölmə işarəsidir burada. Sonra, burada isə əsas kəsir xətti, baxın, 1 bölünsün 3-də 2. Olur nə? 2-də 3. 2-də 3 üstə gəlinsin. Burada baxın, 2-də 1-i 3-ə bölürsən. 2-də 1-i 3-ə bölmək biz dedik 6-da 1-də hesablamışdıq. 6-da 1. Deməli, 2-də 3 özü 6-da 9-dur. Düzdürmü? 3-ə vurdum. Bəli, üstünə gəlsin 6-da 1. Üstünə gəlsin 6-da 1. Bu da deyir 6-da 10. 6-da 10. İndi mənə deyir ki, birincini mənfi 6-da 8-i 6-da 10-a böl. Mənfi 6-da 8-i 6-da 10-a bölmək, yəni 10-da 6-ya vur da. 10-da 6-ya vur. 6-lar getdi. 8-dən 10-u 2-yə xısa verdim. Burada 4 qaldı. Burada 5 qaldı. Yaddan çıxmasın, mənfi də burada var. Olacaq mənfi 5-də 4. Cavabımız olacaq mənfi 5-də 4. Bu da verilib burada. Mənfi 5-də 4. Növbəti sual. Asan sualdır. Çox asan sualdır. Bir dənə nisbi tezliyi bilmək lazımdır. Nisbi tezlik yəni elə ehtimal. Nisbi tezlik ehtimal deməkdir. 9 dəfə atırsansa, deməli 9 dənə şansın var. Sənə lazım olanlar nədir? Xəritə üzü düşsün. Xəritə üzü nə qədər düşüb? 1, 2, 3, 4 dənə. 9-da 4. Vəssalam. Cavab verilib 9-da 4. Növbəti tənliyə həll eləyin. Mən bu tənliklərdə demək. Necə hesablayaq? Baxın, mən neyəcəm? Burada ortaq məxrəc də gətirmək olar. Amma ortaq məxrəc mən gətirməyəcəm. Başqa bir yola əl atacam. Birinci kəsiri. Neyəcəm? X böl X yazacağım. Üstə gəlsin 1 bölü X. Çıxılsın. Digər kəsir saxlayacağım. X çıxılsın. Bu bərabərdir. 1 bölü X də burada var da. 1 bölü X. Üstə gəlsin X çıx 3 böl 4. X çıx 3 böl 4. Niyə elə elədim? Çünki gördüm ki, digər tərəfdə də, sağ tərəfdə 1 bölü X-lər əmələ gələcək. Və bunları islah eləyəcəm. Vəssalam. X bölü X də 1-dir də. 1 çıxılsın. X çıx 1 bölü 2 bərabərdir. Burada qaldı bir dənə X çıx 3 böl 4. İndi fikir verin. Məxrəci böyük olan hansıdır? 4. Məxrəci böyük olana vururam hər tərəfi. İxtisar yesin deyə. 4-ə vursam burada qalacaq 4 çıxılsın. 4-ə vursam 2-ni 2 ilə ixtisar yeyib 2 qalacaq. Qalacaq 2 vurulsun. X çıx 1. 4-ə vursam bir də bir dənə X çıx 3 qaldı. Vəssalam. Sadə tənlikdir. 4 çıxılsın. 2-ni X-ə vuranda 2X. Çıxma olacaq. Üstə gəl 2. Bərabərdir. X çıx 3. Buradan mənfi 2X-i sağ tərəfə atıb yerini dəyişsəm olacaq 3X. Yerlərini dəyişsəm də bərabərliyin. Sonra 4 ilə 2-nin cəmi 6. 3-ü də bu tərəfə atsam sol tərəfə. 6 ilə 3-ün cəmi eləyəcək 9. X də buradan görünür ki, 9-u 3-ə böləndə 3. Tənliyə həll eləyin, elədik. Cavab 3. Növbəti sual moda ilə bağlı bir sualdır. Moda, median bu formada. Ümumiyyətlə, ən böyük fərq heç, modada heç. Medianı tapmaq üçün mən bu ədədləri kiçikdən böyüyə doğru düzməliyəm. Ona görə kiçikdən doğru düzürəm. Kiçik ədədimiz 5-dir. Ədədimiz bu formada olacaq. Yəni düzülmüş forması 5. 5-dən 2-dən olduğu üçün bir dənə də 5 yazmalıyam. 5-dən sonra 6 gəlir. Növbəti 8 gəlir. Növbəti kiçik ədəd. Deməli 6, 8, 10, 12 və 14. Düzdürmü? 12 və 14. Uşaqlar. Deyir ki, medianı tap. Bax, medianı tapmaq üçün burada 3 dənə ədəd bu formada, 3 dənə ədəd bu forma olduğu üçün ortadakı ədədimiz median olacaq. Yəni median 8-dir.
1'ə uyğun A-dır. Sonra isə bunu ayırd edəndən sonra modanı tap. Moda ən çox istifadə olunan ədəddir sırada. Gördüyümüz kimi ən çox gözə çarpan 2 dənə 5-dir. Yəni modası bunun 5-dir. 2 uyğun B olacaq. Ən böyük fərq isə ən böyük ədədi seçirsən, ən kiçik ədədi seçirsən 5-i, bunları çıxırsan. Eləyir neçə? 9. Bu da olacaq C. Yəni A, B, C. 1-ə A, 2-yə B, 3-ə C. Növbəti sual. Baxın, 2 dənə ədədi bir-birinə vuranda müsbət olubsa, deyir müsbətdir. Ya bu 2 dənə ədəd mənfidir, ya da ikisi də müsbətdir. Digər tərəfdən 2 ədədini toplayıb həmin 2 dənə ədədi mənfi alıb. 2 dənə müsbət ədədi toplasaydı bu, A da müsbət, B də müsbət olsaydı, sıfırdan kiçik olmayacaqdı axı. Demək ki, A da burada mənfidir, B də mənfidir. 2 mənfini toplayıb. Və 2 mənfini vuranda da həqiqətən müsbət olur. A mənfi, B mənfidirsə, modulda A kiçikdir, modulda B-dirsə, normalda B A-dan böyükdür. Daha doğrusu, normalda A B-dən böyükdür. Niyə? Çünki məsələn modulda mənfilərdə məsələn mənfi 2 kiçikdir mənfi 1-dən. Modula salsam 2 böyükdür 1-dən olacaq. Yerlərini dəyişdi. Ona görə də əgər modulları mənfi ədəddən, modulları A B-dən kiçikdirsə, normalda A B-dən böyükdür mənfi ədəddə. A B-dən böyükdür. Ona görə də bizim ədədlərimiz mənfi ədədlər olduğu üçün A B-dən böyükdür, yəni B kiçikdir A-dan və bunların ikisi də kiçikdir 0-dan olmalıdır cavabda. Bu da cavabda verilib. Növbəti. A-nı B-yə vuran, A-B 0-dan fərqli ədədlərdir. A-nı B-yə vuranda A-nın B-yə bölünməsidir. A-nı B-yə vuranda A-nın B-yə bölünməsidir. Buradan çarpaz vursam A, B kvadrat alınır, bərabərdir A-ya. A sıfırdan fərqlisi hər tərəfi A-ya bölsəm, B kvadratının 1 olduğunu görəcəm. B kvadratı 1-dirsə, B-nin 1 halına baxıram birinci. B bərabər 1 halına baxıram. B 1 olsa, B1 olsa digər tərəfdən bərabərliyin bu tərəfini yoxlamalıyam. B1-dirsə, A-nı 1-ə böləndə elə A eləyir, bərabərdir. B1-dirsə, A çıxılsın, burada 1 alınır. Buradan 2A, A-ları bir tərəfə yıxdım, bərabərdir, mənfi 1 qaldı. A da bərabərdir, mənfi 0,5 eləyir, düzdürmü? 1-i 2-yə böləndə. Mənfi 1-i 2-yə böləndə, mənfi 0,5. A da oldu, mənfi 0,5. İndi fikir verin, yoxlayaq. A mənfi 0,5, B1, bir-birinə vuranda buraya mənfi 0,5. Böləndə də yenə mənfi 0,5. A-dan B-ni çıxanda da mənfi 0,5 eləməlidir. Çünki 3-ü də bir-birinə bərabərdir. Həqiqətən də A mənfi 0,5-dən B-ni çıxan üstə gəl 1 eləyir. Yox, alınmadı. A-nı B-yə böləndə mənfi 0,5, mənfi 0,5-dən də 1 çıxanda bu eləyir mənfi 1,5 axı. A-nın mənfi halına baxaq. Daha sonra B-nin mənfi halına baxaq. B əgər mənfi 1-dirsə, B mənfi 1-dirsə, A nə olacaq? A-nı B-yə vuranda mənfi A, B mənfi 1-dir. Burada da mənfi A. Yox, alınmayacaq. Digərini də yoxlayıram. A, B mənfi 1-dir, üstə gəlsin 1 olacaq. Mənfi 2A. Buradan A-nın alacam mənfi 0,5 yenə. Mənfi 0,5. İndi bir dəqiqə. A-nı B-yə vuranda eləcək bizdə müsbət 0,5. Birinci tərəfdə, burada. A-nı B-yə böləndə yenə müsbət 0,5. Mənfi 0,5, mənfi 1 yenə müsbət 0,5. Hələ ki, ikinci bərabərliyə ödəyir. Bu bərabərliyə baxaq. A-dan B-ni çıxanda da müsbət 0,5 eləməlidir. Baxaq. A-dan B-ni çıxanda, bəli. A mənfi 0,5-dir. Çıxanda bu üstə gəl 1 olacaq. Müsbət 0,5 olacaq. Bəli, ödəndi. Deməli ki, bizim A-mız mənfi 0,5-dir. Üstə gəlsin. B-miz isə mənfi 1-dir. Mənfi 1-dir. Bunları toplayanda mənfi 1,5 alacam. Mənfi 1,5-də elə mənfi 3/2 deməkdir. Bu da verilib. 2 dənə hal var idi. Orada B kvadrat, bax orada 2 dənə hal var idi. B kvadrat 1 idisə, B üçün 2 dənə hal var idi.
Növbəti. Bunları müqayisə eləmək üçün alt-alta düzürəm. Məsələn, A bərabərdir 4 tam 78. Əgər bu 78 boş ədəddirsə, dalıyca nə qədər sıfırlar yazmaq olar. Sonra B ədədi. B ədədi. 4 tam 7 dövrdə 8. 8-dir. Düzməliyəm bura. Dövrdə 8-dir. C ədədi 4 tam 78. Bir dənə də 78, bir dənə də 78 və belə 78 dövr eləyəcək. İndi baxırıq nəyə? 4 tamlar onsuz da eynidir. Sonra 7 gəlir eynidir. 8 gəlir eynidir. Sonra isə fikir verin 0, 8, 7 gəlir bax burada. Onu belə çıxır ki, burada ən kiçik ədəd A-dır. Kiçikdən doğru düzsəm. Sonra 7 gəlməli C-dir. Sonra isə B-dir. A, C, B kiçikdən. Burada bu variantda verilib. A, C, B kiçikdən doğru. Növbəti. Deməli, burada mən elə 6 üstü 2-nin 2-nin yazsam. Vurulsun 6 yazmalıyım da üstə gəl 1. Vurulsun 6. Kəsir xətt. Üstə yenilsin. 6 üstü 2-nin 6 üstü 2-nin vurulsun. Deməli 6 üstü 2. 6 üstü 2. Aşağıda da 2 vurulsun elə 6 üstü 2. Bərabərdir. 6 üstü 2-ni çıxarsam, mötərizə xaricinə. Burada 6 qalacaq. 6 üstə yenilsin. 6-ın kvadratı 36 edir. Bölünsün 2 vurulsun 6 üstü 2-nin. Görürəm ki, 6 üstü 2-nin sürətdə də var məxrəclərdə. Bunlar ixtisar getdi. 36 ilə 6-nı toplayanda 42. Bölünsün. Aşağıda bir də 2 qalın. Bərabərdir 21. İkinci cavab 21. Bu cavab da verilib. Növbəti sonuncu sual. Deməli, A mənfi ədəddir. A mənfi ədəddirsə, elə götürək mənfi 1 tutaq ki. X-in qiyməti olacaq bizdə mənfi 5-də 1. Y-in qiyməti olacaq mənfi 8-də 1. Z-in qiyməti olacaq mənfi 13-də 1. Normalda, məsələn, normalda müsbət ədədlərdə kəsirləri müqayisə eləyəndə sürətləri eynisə məxrəci kiçik olan böyük olmalı idi. Mənfi 5-də 1 böyük olmalı idi. Mənfilərdə isə bu kiçik olacaq. Yəni x kiçikdir. 8-də 1 ilə 13-də 1-in də 8-də 1 müsbət ədədlərdə böyük olmalı idi. İndi kiçik olacaq. Olacaq y, olacaq z. Yəni burada ən böyük z-dir, ən kiçik x-dir. Burada elə bu variantda verilib. Diqqətinizə görə minnətdaram. Deməli, sınaq 2-nin də izaha gələcək. Çünki sınaq 2-ni də paylaşmışdım 7-ci dərsinin. Və digər sınaqlarda inşallah görüşərik.